İndi isə Power Query-də tarix və saat məlumatlarını idarə etmək üçün istifadə etdiyimiz datetime column bölməsi haqqında danışacağıq. Bu bölmədə həmçinin transform və add column tablarında mövcuddur. Bu bölmədə biz məsələn tarixdən il, ay, gün kimi məlumatları əldə edə bilər. Həmçinin saat üzərində müxtəlif əməliyyatlar icra edə bilər və müxtəlif digər fərqli hesablamaları göstərə bilərik, icra edə bilərik. İndi isə başlayaq. Biz sütunumuzu seçək və tarix sütunumuzu seçdik. Bu hissədə date və time ikisi də aktivdir. Lakin əmrləri aktiv deyil. Bunun səbəbi ondan ibarətdir ki, biz sütunun tipini dəqiq seçməliyik. Bunu date etsək, time deaktiv olur və date'in içərisindəki əmrlər aktivləşir. Birinci əmrimiz age nədir? Bizim hazırda olduğumuz tarixlə cədvəldəki tarixləri çıxır və gün şəklində bizə geri qaytarır, yəni yaşını verir. Məsələn, 531 gün, 529 gün və s. Daha sonra burada məsələn year var. Bassaq sadəcə ili göstərəcək. Daha sonra burada ilin başlanğıcını göstərə bilər, yəni bu şəkildə yanvarın 1-i, end etsək dekabrın 31-i. Daha sonra ayı seçirik və məsələn name of month. Bunu seçsək sütunu analiz edir və bizə həmin ayın adını göstərir. Burada həmçinin week var, day var. İçərisində eyni əmrlərdir. Start of, end of, həmçinin günün adını göstərə bilər. İndi isə time-a keçək. Burada da həmçinin tipini düzgün seçməliyik. Time seçirik və gəlirik bu hissədən. Məsələn, saatı seçsək, bizə buradan saatı təkcə çıxardacaq. Daha sonra minut etsək, bizə dəqiqəni göstərəcək, həmçinin saniyəni də göstərə bilər. Sonra növbəti isə duration. Onu da həmçinin düzgün seçməliyik tipini. Daha sonra aktivləşir. Bu hissədən isə bu hissədə həm günü göstərir qarşısındakı, həm də zamanı göstərir. Məsələn, days seçsək, burada 1 göstərəcək, çünki qarşısında bunlar təkcə günü ifadə edir. Daha sonra həmçinin saatı, dəqiqəni, saniyəni də göstərə bilərik. Buradan total günləri seçsək, bu şəkildə hesablayır, avtomatik özü günləri çıxardır. Həmçinin burada vurub və bölə bilər. Statistika da apara bilər həmçinin. Bu hissələr çox istifadə olunmur, lakin Power Query-nin üstünlükləridir ki, bu qədər dəqiq hesabat aparmaq olur.